Salam əziz abituriyentlər. Bugün fizika ümumi sınaqlar toplusundan sınaq 8-in izahına baxırıq. Sual 1-dən başlayaq. Şəkildə göstərilmiş ağzı açıq şüşə borunun içərisində h bərabər 2 sm hündürlükdə civə vardır. Tarazlıq halında balondakı qazın təzyiqi nəyə bərabərdir? Balonun formasına baxdıqda qazın göstərdiyi təzyiq qabın açıq hissəsindən, balonun bu hissəsindən, açıq hissəsindən P0 və içərisində 2 sm hündürlükdə olan P civənin hidrostatik təzyiqi ilə tarazlaşır. Yəni, P qaz bərabərdir P0 plus P civə. Yəni, burada 2 sm hündürlükdəki civənin təzyiqi. 2 sm hündürlükdəsə biz bunu millimetrlə ifadə edirik. Çünki P0-ımız millimetrlərdir. Onda P civə bərabərdir 20 millimetr civə sütunu. Bizim ümumi qazımıza göstərilən təzyiq, yəni tarazlaşan təzyiq, P qaz bərabərdir 760 mm civə sütunu, üstə gələ 20 mm civə sütunu, 780 mm civə sütunu olar. Yəni, C variantı. İkinci, kondensatorun enerjisinin onun yükündən asılı qrafiki verilmişdir. Kondensatorun K nöqtəsinə uyğun enerjisini hesablayın. Qrafikə fikir verirsiniz. Məsələn, tərəddüd etsək ki, Q ilə hesablayaq, yoxsa C kvadratı bölə 2 ilə mi? Aslında Q verilənə görə məlum məsələdir. Ya Q ilə, ya da Q kvadratı bölə 2 ilə hesablayırıq. 2C ilə hesablamalıyıq. Amma kvadratik asılıdır. Paraboladır. Ona W, C bərabərdir. Q kvadratı bölə 2C ilə gedəcəyik. Biz burada C-ni bərabərləşdirə bilərik nöqtələr üçün. Amma C-ni tapıb gətirib yerinə qoysaq daha yaxşı olar. Q kvadrat bölə 2C bizə verilən 2W. Bizə verilən hissədə 4,40 verilib. 16 bölək 2 vur 40. Bu da bərabərdir 0,2. 16-mız deməli 10 üstü mənfi millidir. Mənfi 6 vur 10 üstü mənfi 3. Bunları da nəzərə alaq. Çünki düzgün olsun nəticəmiz. 10 üstü mənfi 3. Sonra gətirib K nöqtəsinə. WCK nöqtəsi üçün Q kvadratı bölə 2C 4 vuraq 10 üstü mənfi 6 bölək 2C. 2 vur 0,2 vur 10 üstü mənfi 3. Buradan da 10 vur 10 üstü mənfi 3 10 millijoule. Cavab B variantımız olur. 3. X oxu boyunca düzxəttli hərəkət edən kütləsi 500 qram olan cismin koordinatının zamandan asılılıq tənliyi x bərabərdir 5 plus 2t kvadrat kimidir? Bu cismin kinetik enerjisinin zamandan asılılıq tənliyi hansıdır? Kinetik enerjimiz YK bərabərdir mv kvadratı bölə 2. Kütləmiz sabit, yəni 500 qram. V kvadratı üstə, yəni V-ni tapmalıyıq. V x-in t-yə görə birinci tərtib törəməsi idi. Yəni, buradan törəmə almalıyıq. Onda V bərabərdir 5 plus 2t kvadratından törəmə alsaq, buradan 5 sabitdir 0, 2t kvadratından 4t çıxır. Gətirib bu 4t-ni YK düsturunun, kinetik enerjinin düsturuna nəzərə alsaq, YK bərabərdir. Yəni, M 4t-nin kvadratı bölə 2. Verilmiş kəmiyyətləri yerinə yazsaq, YK bərabərdir. M-imizin qiyməti 0,5 bölə 2, 4t kvadrat 16t kvadratı. Bu da yekunda 4t kvadratı alınır. Cavab A. Sonra 4. Fokus məsafəsi 40 cm olan toplayıcı linzadan 50 cm məsafədə qoyulmuş. Cisim linzadan 10 cm uzaqlaşdırılacaq xəyalın ölçüsü necə dəyişir? Biz əvvəlcə cisim məsafəsini bildik, xəyal məsafəsini təyin edək. 1 bölək toplayıcı linza üçün cisim fokus məsafəsi 40-dır, cisim 50 cm məsafədə qoyulubsa, bu həqiqi xəyaldır. 1 bölək D plus 1 bölək F. 1 bölək F bərabərdir. 1 bölək fokus məsafəsi minus 1 bölək D. Buradan F bərabərdir. F vur D, D minus F. Fokus məsafəmiz 40 cm vuraq. Cisim məsafəmiz D bərabərdir 50-dir. Bölək 50 minus 40, 10. Deməli, 200
sm. Bizim fokus məsafəmiz və yaxud da ki, deməli, xəyal məsafəmiz 200 sm olur. İndi ikinci halda 10 sm uzaqlaşdırılarsa deyir. 10 sm uzaqlaşdırılarsa, təzədən bir də xəyal məsafəsini hesablayaq. F bərabərdir. Fokus məsafəsi dəyişmir. Vuraq əvvəl D birinci halda 50 sm məsafədə idi. D ikinci halda 10 sm uzaqlaşdıranda 60 sm məsafədə qoyulmuş olur. 40 vuraq 50 bölək 60 minus 40. 20. Deməli 60 minus 40. 20. Burada da 50 yox 60. Çünki məsafəni dəyişdik. Bu da 120 sm. Əvvəl, indi xəyalın ölçüsü necə dəyişər deyir. Biz gətirək bütün kəmiyyətləri nəzərə alaq. F böl D birinci halda. Xəyalın ölçüsü nə qədər dəyişdi? F böl D. Birinci halda deməli neçə demişdik? F-mizi tapmışdıq 200, D-miz 50. Deməli 4 dəfə böyüdülmüş alınmışdı. İkinci halda F2 bölək D2 120 sm məsafədə alınıb. Xəyal cisim linzadan 60 sm məsafədə qoyulub 2 dəfə böyüdülmüş alınıb. Əvvəl 4 dəfə böyüdülmüş, indi 2 dəfə böyüdülmüş alınıb. Ölçü 2 dəfə azalır. Cismin ölçüsü dəyişmir. Biz əsas xəyalın ölçüsünə baxırıq. F-ə nisbəti götürə bilməzsiniz. Xəyal məsafəsinə bölüb əvvəlki ilə sonrakı arasındakı əlaqəni qura bilməzsiniz. Ancaq bu formada xətti böyütməyə görə müəyyən etmək daha əlverişli olur. 5. O nöqtəsi ətrafında fırlana bilən çəkisi nəzərə alınmayan çubuqdan şəkildəki kimi kütləsi 5 kq olan yük asılmışdır. İplə divara bağlanmışdır. Sistemin tarazlıqda olduğunu bilərək ipdəki gərilmə qüvvəsini hesablayın. T-nin burada qolunu hesablamalıyıq. T-nin qolu yekunda momenti deyərsək, T sinüs alfadır. Yəni yekun əvəzləyicisin biz burada misal desək, yəni T vur D sinüs alfa. Yəni buradakı qolu sinüs alfa ilə müəyyən olmalıdır. D-miz də məsafəmiz 3-dür. M-imizin qolu MJ 1, 2, 3, 4, 5, 6-dır. MJ də vuraq 6. Yazaq onda yerinə. 3T sinüs alfa bərabərdir 6 vuraq MJ. Və bizdən soruşur gərilmə qüvvəsini. T də bərabərdir 6 MJ bölək 3 sinüs alfa. Kütləmiz verilib 6 vuraq 50 Newton bölək 3 sinüs alfamız 0,5. Buradan deməli 300 bölək 1,5. Burada 200 Newton. Belə. Yəni bu T-nin qolun artıq biz D sinüs alfa ilə müəyyən etdik. Burada altında da. Cəryanın naqillərin en kəsrləri təsvir olunmuşdur. K nöqtəsində yekun maqnit sazın induksiyasının istiqaməti müəyyən edilir. Hər ikisi saat əqrəb istiqamətində yaranır. Məsələn, bunun ətrafında bir çevrə çəksək, saat əqrəbdən K aşağı 2i olduğuna buna 2b deyək. İnduksiyası 2b. Digər də saat əqrəbi istiqamətində fırlanır. Bu da yuxarı yönəlib B. Yekun 2b minus B aşağı B. B yuxarı, 2B aşağı. 7. İki cismin hərəkət tənlikləri x1 bərabərdir 20t minus 10, x2 bərabərdir 10t plus 10 şəklindədir. Görüşənə qədər ikinci cismin getdiyi yolu
neçə metrdir? Bunlar görüşürsə bərabərləşir x1. x2-yə bərabərdir. 20t minus 10 bərabər 10t plus 10. 10t bərabərdir 20-yə, t bərabərdir 2 saniyə. 2 saniyədən sonra görüşürük. İkincinin getdiyi yol S2 bərabərdir V2 T'dir. Çünki düz xətli bərabər sürətlidir. 10 dəfə 2 20 metr. 8. Saatın dəqiqə əqrəbinin bucaq sürəti saat əqrəbinin bucaq sürətinə olan nisbəti. Omega bərabərdir 2 pi bölək T. Onda omega ilə T tərs asılıdırsa, omega saat, daha doğrusu omega dəqiqəni soruşur bizdən, dəqiqənin saatı. Omega dəqiqə bölək omega saat bərabərdir T saat bölək T dəqiqə. Deməli, saat əqrəbimizin periodu 12 saatdır. Dəqiqə əqrəbimizin periodu 1 saatdır. 1 saatda bir tam dövr edir. Cavab 12. Bunlar özüm yazdığım kəmiyyətləri nə ilə ifadə etdiyimizi bilək. Cavab B var. 9. Elektromaqnit dalğası fəzada yayılarkən elektrik sahəsinin intensivi maqnit sahəsinin induksiya vektoru arasındakı bucaq, yəni Y, B, V. Bunların hər biri arasındakı bucaq 90 dərəcədir. Y, B, daha doğrusu belə çəksək mənfi olacaq. Yəni sürət əksinə olacaq. Bura Y, B, V deyək. Hamısının arasında bucaq 90. 10. Düz xətli hərəkət edən cismin koordinatın zamanla asılı qrafiki verilib. Cismin kütləsi 5 kg olarsa ona təsir edən əvəzləyici qüvvəni hesablayın. Düz xətli bərabər sürətlidir. Yəni V bərabərdir 18 minus 6 12 bölək 4 3 metr böl saniyə. V bərabərdir constant. Hərəkət sabit sürətli olduğuna görə əvəzləyici qüvvə 0. Təcil yoxdur. Sərbəşmə təcili və ağırlıq qüvvəsi üçün Venn diaqramının X, Y və Z-ə uyğun ifadələri müəyyən edin. Sərbəşmə təcili BSD vahidi Newtondur ağırlıq qüvvəsi. BSD vahidi metr böl saniyədir. Kvadratıdır 2. Yazdıq bura sərbəşmə təcili. Vektorial fizik cəmiyyətdir. Hər ikisi. Cismin kütləsindən asılı deyil sərbəşmə təcili. Yerin mərkəzinə doğru yönəlir hər ikisi. Cavab deməli B variantı. 12. Sərtliyi 200 Newton böl metr olan çəkisiz yayın yüksüz və yüklə birlikdə vəziyyət təsvir edilmişdir. Yayın tarazlıqda olduğunu bilərək ona asılmış cismin kütləsini hesablayın. Tarazlıqdadırsa F elastiklik bərabər ol aşağı təsir göstərən MJ-yə, yuxarı təsir göstərən ya yuxarı dartan gələn qüvvə F elastikliyə bərabərdir. MJ bərabərdir F elastiklik. Buradan da elastiklik qüvvəsi K delta X bərabərdir. MJ-yə bizdən M-i soruşduğuna görə M bərabərdir K delta X bölək J. Buradan K-mız 200 vuraq. Delta X-imiz deməli 60-dan gedib 100-ə 40 cm dəyəcək. 40 vur 10 üstü mənfi 2 bölək J-miz də 10. Cavab 8 kiloqram. A variantı. 13. Şaquli yuxarı atılmış cismin impulsunun moduluna zamanla asılı qrafik hansıdır? Yuxarı atılmış cisim əvvəlcə bərabər yavaş hərəkət edir. Müəyyən bir nöqtədə V bərabərdir 0 olur. İmpuls burada P bərabərdir 0 olur. Təzədən bir də aşağı hərəkət edir və yerə çatananda V 0, burada yerə dəymə sürətləri bir-birinə bərabərləşir. Əgər müqavimət qüvvəsi də nəzərə alınmırsa. Yəni ümumi olaraq impuls əvvəlcə azalır, sonra artır. C variantı. 14. Elektrolitik vannada elektrodlar arasında gərginliyi 4 dəfə azaldığında ayrılan maddənin kütləsi 9 mg azalmışdır. Başlanğıcda ayrılan maddənin kütləsini hesablayın. Deməli, bu ilə M-i düz asılı götürsək, M1 bölək M2 bərabərdir U1 bölək U2.
Gərginlik 4 dəfə azaltdıqda U1 bölək 4 bərabərdir. Kütləsi 9 milliqram azalmışdır. M1 bölək M1 minus 9. Onlar getdi. 4 bərabərdir. M1 bölək M1 minus 9. 4M1 minus 36 bərabərdir. M1'ə 3 M1 bərabərdir 36'ya. M1 bərabərdir 12 milliqram. Cavab Y variantı. 15. Nöqtəvi Q yükünü hansı nöqtədə yerləşdirmək lazımdır ki, ona təsir edən əvəzləyici qüvvə sıfıra bərabər olsun. Bölgələr arası məsafə eynidir. Müsbət yük, mənfi yük. Deməli, hansı nöqtə desə, yəni intensivliyin sıfır olduğu. Çünki F bərabərdir Q7 sıfır olması üçün intensivliyin sıfır olmasıdır. Mənfi və müsbət yüklər müsbətdən mənfiyə yönəldiyinə görə vektorel qaydada hesablanır toplanması. Ona görə bunlar arasında olmaz. Hansı nöqtəni seçsək, mənfiyə tərəf olacaq. Yekunda toplanacaq. Ona görə bu orta hissələr olmaz. Kənar hissələr. Və kənar hissələrdə Y1 Y2-yə bərabər olmalı. Çünki birində mənfi üçün daxil olur, müsbət üçün yükdən uzaqlaşır. Yükdən çıxan və çıxılır. Ona görə biz bu hissəni götürə bilərik. İndi hesablamamıza baxaq. Və Y1 Y2-yə yəni Y2 bu Y1 bir-birinə bərabər olmalıdır ki, çıxılanda 0 olsun. Birinci üçün 16 Q bölək R1 kvadratı bərabər olmalıdır. 4 Q bölək R2 kvadratı. Q'lər gedir. R1 bölək R2 bərabərdir 4, 4-dən də 2. 2 dəfə fərqlənməlidir. Burada 5 nöqtəsinə baxsaq, 6 bölgü, 3 bölgü. 6-ın 3-ə nisbəti deyə bilərik. Yəni 5. Kütləsi, yəni 2 kiloqram kütləli K cismi F 60 Newton qüvvənin təsiri 2 metr hündürlüyə qaldırılır. Cisim üzərində əvəzləyici qüvvənin gördüyü iş neçə jouldur? Ağırlıq qüvvəsi aşağı 20 Newton, F 60 Newton, əvəzləyici qüvvəmiz 40 Newton olur. F vur H desək 80 joule. A bərabərdir MCH və əslində burada əvəzləyici qüvvə dediyinə görə F vur H 40 vur 2 80 joule. Gəldik növbətə. 17. Qayalaşmış axın zamanı hansı hissədə suyun qalma hündürlüyü ən böyükdür? Qayalaşmış axın zamanı ümumi təzyiqimiz P statik üstəgələk dinamik təzyiq rho V kvadratı bölü 2. Sürətin böyük olduğu hissədə dinamik təzyiq böyükdür, statik təzyiq və ya hidrostatik təzyiq rho J H təzyiqimiz kiçikdir. Sürətin ən kiçik olduğu hissədə isə böyükdür. Ona görə sürətin ən kiçik olduğu hissəni götürürük 3. Burada hündürlük daha çox var. Çünki divarlara göstərilən təzyiq daha böyükdür. 18. 1 mol ideal qazı izobar olaraq 1 Kelvin qızdırıqda görülən işə bərabər olan fiziki cəmi. İş A bərabərdir P delta V-dir. Başqa bir halda A bərabərdir nö R delta T. Deyir ki 1 mol, nö 1 mol. İzobar 1 Kelvin, delta T bərabərdir 1 Kelvin. Onda A bərabərdir R-ə. Universal qaz sabiti. 19. Porşenin altında olan bir atom ideal qazın izobar sıxılması zamanı gördüyü iş hansı cihazda ölçülür? İş hesablamaq üçün xəttkeş deməli həcmin dəyişməsini hesablamaq lazımdır xəttkeşlə. Manometrlə isə təzyiq A bərabərdir P delta V düsturuna baxsaq. P sabit həcm dəyişir. 20. Müstəvi kondensatorun yükünü azaltmaq üçün. Yükünü azaltmaq üçün sabit tutumlu kondensatorun köynəklərinin daha doğrusu belə deyək də, sabit gərginlik mənbəyinə birləşdirdikdə köynəklərinin sahəsini azaldanda 2
Uzaqlaşdıranda məsafəni artıranda olar. Yəni S bərabərdir Q bölək U düsturundan. U-nu sabit salaq. S ilə Q düz asılıdır. Yəni onda Q bölək U bərabərdir epsilon 0 S bölək D. D ilə tərs, epsilondan düz, S ilə düz. Köynəklər arasında potensiallar fərqini azaltmaqla, əgər S-ni sabit saxlayırıqsa, potensiallar fərqindən düz asılıdır. Ona görə 3, 1, 2, 3 hər üçü olar. 21. Naqildən keçən yükün zamandan asılılıq qrafiki verilmişdir. Bu naqildə 0,2 və 2,4 aralıqlarında cəryanların nisbətini tapacağıq. Deməli, I1 hissəsində 20 0-dan gedib 22 saniyə. 20 bölək 2. 10 amper. I2 bərabərdir. 20-dən gedib 40-a, bu ikisi 2 saniyədir. 40 bölək 2. 20 amper. Onda I2 bölək I1. 20 bölək 10. 2. Y variantı. Verilmiş naqilin aktiv müqavimətinin dəyişən cəryanın rəqs tezliyindən asılılıq qrafiki hansıdır? Aktiv müqavimət rəqs tezliyinin asılı deyil. B variantı. Kütləsi 30 kiloqram olan cisim bloklar sistemi vasitəsilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucuna tətbiq olunan qüvvənin faydalı qiyməti 300 olarsa faydalı şəmsalını hesablayın. Eta bərabərdir tərpənən blok üçün mc bölək neçə dəfə qazanılırsa vuraq F vuraq 100%. Qüvvədə 4 dəfə qazanılır çünki 2 dənə tərpənən blok var. Onda eta bərabərdir mc 300 bölək 4 vuraq 300 vuraq 100. 300 də geçsin. 100 bölək 4 25%. B variantı. 24. Qırmızı sərhəd tezliyi 4/13 Hz olan metalın üzərində tezliyi 2/13, 5/13 və 4/13 şüaların düşdüyü zaman fotoeffekt yaradır. Hansı yaradır? Deməli, nü böyükdür, bərabərdir, nü minimumda. 1 yaratmaz, 2 olar, 3 də olar. D variantı. 25. Uyğunluğu müəyyən edən rəqsin tezliyi Hz və 1/saniyə. Mexaniki gərginlik Pascal, yəni P bərabər F bölək S, bu da sigmada bərabər idi. F bölək S, bunların vahidləri təzyiqlə eyni. Yəni sigmanın vahidi Pascal idi. Və yaxud da Newton bölək metrin kvadratı çıxırdı buradan. B, E. Rabitə enerjisi joule və ya mega elektron volt. A, D, B, Y, C. Nisbi rütubəti 20% olan V həcmli hava ilə nisbi rütubəti 35% olan 2V həcmli havanın qarşıda alınan havanın nisbi rütubəti yekun fi bərabərdir. Fi1, V1. Üstə gələk Fi2, V2 bölək V1 plus V2. Buradan V1'imiz 20V üstə gələk 35V bölək 35-70V. Yəni 2V 70V bölək 3V. V bölək 3V 30. 27. Maqnit sahəsinin enerjisi eyni olan iki sarğacın induktivlikləri L1 bərabər 27 L, L2 bərabər 3 L-dir. Sarğacdan maqnit sellərinin nisbətini tapın. Deməli, W maqnit sahəsinin enerjisi F kvadratı bölək 2L düsturundan gedəcək. Bərabərdir F 1 kvadratı bölək 2L1
bərabərdir. F2 kvadratı bölək 2L2. Buradan 2'ləri ixtisar eləyək. F1 kvadratı bölək F2 kvadratı bərabərdir. L1 bölək L2. Buradan da F1'in F2'yə bərabər kök altında L1'in L2'yə. Buradan da 27 bölək 3, 9, 9'dan çıxır 3. Cavab 3. 28. Monokristal cisimlər üçün hansı ifadə doğrudur? Monokristallar anizotropdurlar. Anizotrop olanlar da müəyyən ərimə temperaturuna malikdirlər. Fizik xassələri müxtəlif istiqamətlərdə müxtəlif olur. Anizotropdurlar sözündə işlətmişik. Yəni, müəyyən temperatur dəyəri yeyir. Fizik xassələri müxtəlif istiqamətlərdə müxtəlif olur. 4 və anizotrop olurlar. Amorflar isə temperatur intervalları var, izotropdurlar. İzotrop olanlar isə fizik xassələri müxtəlif istiqamətlərdə eyni temperatur intervalını dəyərirlər. 29. Difraksiya qəfəsində D qəfəs periodu 2 lambda olan birinci tərtib maksimuma uyğun meyl bucağını hesablayın. Maksimum üçün D sinus F bərabərdir K lambda. Sinus F bərabərdir K lambda bölək D. Birinci tərtib üçün meyl bucağı D-nin əvəzinə lambda bölək K1'dir. D-nin əvəzinə 2 lambda. Bu da 0,5 və ya 2'də 1. Otuz dərəcə. Yəni dərəcəni bilmirik. Amma elə 2'də 1 və ya 0,5 yaza bilərik. 30. 26 elektronu və 30 neytron olan neytron atomunun nüvəsinin kütlə ədədini hesablayın. A bərabərdir. Yəni X elementinin Z, A. Z yük ədədini, A isə proton, neytron cəmi nukleonların sayını göstərir. P plus E. Yəni neytral atom dediyinə görə bizə elektronu veribsə Z bərabərdir elektronların miqdarına, bir-birinə bərabərdirlər. Onda 26 plus 30 56 nukleondur. Belə, deməli biz artıq sınaq 8-in izahına baxdıq. Növbəti sınaq 9-un izahı gələcək.